Bəli, peşə təhsilində əsas məqsəd gənclərimizə nəzarət bilikdə həm də praktik bacarıqları öyrədərək əmək bazarına hazırlamaqdır. Biz hal-hazırda Qəbələ rayonunda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindəyik və burada müasir istehsalat emalatxanasının açılışıdır. Gördüyünüz kimi müasir emalatxanada hazırda işlər gedir. Burada gənclərimiz, təhsil alan gənclərimiz müasir avadanlıqlarla necə rəftar etməyi öyrənirlər və qeyd etmək istədim ki, hazırda ölkədə bu istiqamətdə müasir tədris mühitinin formalaşması sürətlə davam edir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində istifadəyə verilən bu qida emalatxanası həm də həmin məqsədə xidmət edir. Bu cür emalatxanalarda tələbələr gələcəkdə çalışacaqlar iş mühitini hələ təhsil aldıqları dövrdə yaxından mənimsəyirlər. Burada tələbələr qida məhsullarının emalını, qablaşdırılmasını, saxlanması və keyfiyyətə nəzarət proseslərini müasir texnologiya əsasında öyrənirlər. Yeni emalatxanada həm də əmək bazarının tələblərinə uyğun peşələr mütəxəssislərin hazırlanmasına xidmət edir. Və qeyd etmək istərdim ki, son illər ölkəmizdə bu istiqamətdə, bölgələrdə fəaliyyət göstərən peşə təhsil mərkəzlərində emalatxanalar, müasir emalatxanalar, müxtəlif növ müasir emalatxanalar tikilib istifadəyə verilib. Haradasa 50-yə yaxın emalatxanalar istifadəyə verilib və bu proses sürətlə davam edir. Bizdə bu saata bu qədər. Söz sizdədir.